Bu ölkə tropik təbiəti, egzotik mətbəxi və rəngarəng mədəniyyəti ilə hər il milyonlarla turisti cəlb edir. Amma oranı sadəcə turistik bölgələrlə tanımaq olmaz. Tayland həm də dini inancların, əxlaqi normaların və paradoksal gecə həyatının bir arada yaşandığı qəribə bir vəhdətdir. Bəs biz Azərbaycanlılar üçün bu ölkə nə qədər əlçatandır? Gəlin Tayland səyahətini birlikdə araşdıraq. Asiyanın cənub-şərqində yerləşən, gülərüz insanlardan ibarət, sakit və rahat bir ölkə. Fərqli gözəl adaları, Budda məbədləri və məşhur Tay masajı bu ölkəni olduqca ön plana çıxarır. Bundan əlavə, Taylandla tanış olan insanlar yaxşı bilirlər ki, orada gecə həyatı kifayət qədər hərəkətlidir. Bununla yanaşı, Taylandda bizim yemək mədəniyyətimizə heç uyğun gəlməyən bir çox qida istehlak edilir. Bu videomuzda Taylandın turistik bölgələrindən və oradakı həyat tərzindən bəhs edəcəyik. Tayland səfərinə həvəsli olan insanların ilk etdiyi şey adətən internet saytlarında araşdırma aparmaq olur. Ölkə ilə bağlı elə çox detal qarşılarına çıxır ki, hara gedilməli, nə edilməli suallarının arasında itib batırlar. Çünki Tayland həqiqətən də çox böyük bir ölkədir. Məsələn, əgər bu ölkəni tək səfərdə tam kəşf etmək niyyətindəsinizsə, azı 2 ay gəzib dolaşacaqsınız deməkdir. Təbii ki, bu biraz da Taylanda hansı məqsədlə getdiyinizə bağlıdır. Ora sadəcə məbədləri görmək üçün gedənlər olduğu kimi gecə həyatı üçün gedənlər də var və ya bəlkə də dadmaqda tərəddüd edəcəyiniz yerli yeməkləri elə yerində sınamaq istəyəcəksiniz. Tayland küçələrində gəzdikcə görəcəksiniz ki, insanlar Avropa ölkələrinin vətəndaşları ilə müqayisədə olduqca mehribandılar və ilkçiliyə yol vermirlər. Məsələn, alış-veriş zamanı təsadüfən artıq pul versəz, əmin olun, sizə həmin pulu qaytaracaqlar. Bəlkə də Buddizm Tayland xalqına əxlaqlı olmağı öyrədib. Yaxud bəlkə də Tay cəmiyyətinin yetişdirilmə tərzi düşündüyümüzdən daha nikbindir. Qulağa biraz fərqli gələn Tay dili ölkənin rəsmi və milli dilidir. Tay Katay dil ailəsinə mənsub olduğu deyilir və kökləri qədim Çin dövrlərinə dayanır. Bayrağı isə qırmızı, ağ və mavi rənglərdən ibarətdir. Qırmızı Tay xalqını, ağ Buddizmi, mavi isə Tay krallığını simvolizə edir. Bəli, krallıq dedim çünki ölkənin bir kralı var. Krallarını çox sevən bu ölkədə hara getsəz dövlət idarəsi, restoran, kafe və ya küçələrdə kralın şəkilləri ilə qarşılaşacaqsınız. Təxminən 13-cü əsrə qədər gedib çıxan bir tarixi olan Tayland əsrlər boyunca bir çox müharibələrə və işğallara məruz qalsa da, bu gün gözəllikləri ilə dünyanın diqqətini çəkən dəyərli ölkələrdən biridir. Hətta son zamanlar həm turizm, həm də maliyyə baxımından önəmli bir mərkəzə çevrilib. Məsələn, 2016-cı ildə dünyanın ən çox ziyarət edilən şəhəri məhz Bangkok olub. Bangkok Taylandın həm paytaxtı, həm də ən məşhur şəhəridir. Guinness Rekordlar kitabına görə dünyanın ən uzun rəsmi adı olan şəhərdir. Tay dilində tam rəsmi adı 166 hərfdən ibarətdir. Krung Zen Mahanokon Amon Rattanakosin Mahintara Yutaha Mahadilok Pop Naparat Rachatani Burirom Udom Rachani Vet Mahasatan Amon Pivan Avatan Satit Sakathaddiya Vitsanukam Prasit. Lakin yerli taylar sadəcə Krung Temp, yəni Mələklər şəhəri deyə müraciət edirlər. Orada çox sayda məbəd olduğuna görə inancları baxımından insanlar Bangkokda daxili bir rahatlıq tapırlar. Amma Mələklər şəhəri kimi tanınsa da, bu şəhərin bəzi yerləri təəssüf ki, pis qoxur. Çünki şəhərdə bir çox kanalizasiya sistemi açıq şəkildədir. Uzun müddət orada yaşayanlar deyirlər ki, bu vəziyyətə alışır və ölkəni olduğu kimi qəbul edirlər. Tayland iqtisadiyyatı demək olar ki, tamamilə Bangkok üzərində qurulub. Orada adam başına düşən illik gəlirin $6000 civarında olduğu bildirilir. Taylandın pul vahidi Tay bahtıdır. Orada avro və ya dolları komissiyasız olaraq Tay bahtına dəyişdirmək mümkündür, amma mütləq 3-4 valyuta dəyişmə məntəqəsini gəzin, çünki məzənnə hər yerdə eyni olmaya bilər. Yenə də pul dəyişmə baxımından çox da çətinlik yaşayan olmur. Keçək əsas maraq doğuran mövzuya, yəni yeməyə. Taylanda getdiniz, bəs orada nə yeyəcəksiniz? Əgər uzaq şərq mətbəxi sizi çəkmirsə,
Burger King kimi məşhur restoranlarda asanlıqla qarın doyura bilərsiniz və ya qaldığınız oteldə zövqünüzə uyğun yeməkləri sifariş edə bilərsiniz. Amma Taylanda qədər gedib oranın yerli dadlarını yoxlamamaq əlbəttə ki olmaz. Bunu əvvəlcədən deyim. Yeməklərin əsas tərkibi adətən dəniz məhsullarından ibarətdir. Yeməklərinə bol miqdarda sos və ədviyyatlar əlavə edirlər. Məsələn, Tay mətbəxinin ən önəmli yeməklərindən olan tom yam şorbası mütləq tövsiyə olunur. Həmçinin tropik iqlimə malik bu ölkədə rambutan, əjdaha meyvəsi, papaya kimi Azərbaycanda tapılmayan bir çox meyvəni dadmaq şansınız var. Əgər mədənizə güvənirsinizsə və maraqlısınızsa, Taylandda nə qədər müxtəlif böcək, əqrəb, çəyirtkə və qarışqa varsa rahatlıqla yeyə bilərsiniz. Oradakı səyyar piştaxtalarda bu cür canlılar qızğın yağda qızardılır və insanlara təqdim olunur. Hətta bəzən fürsətçil küçə satıcıları bu qida növlərinin şəkillərinin çəkilməsinə belə pul tələb edirlər. Ya da yalnız aldığınız halda pulsuz şəkil çəkməyə icazə verirlər. Amma bütün bunlar sizi qorxutmasın. Taylandda əsla ac qalmazsınız. Əgər restorandakı yeməklərə və ya istifadə etdikləri yağlara güvənmirsinizsə, tanış markaların məhsullarının satıldığı supermarketlərdən elə Azərbaycanda alış-veriş edirmiş kimi istədiyiniz qidaları alıb yeyə bilərsiniz. Əslində xüsusilə su üçün bu marketləri tez-tez ziyarət etməyiniz lazım olacaq. Çünki şəbəkə sularını içmək heç kim tərəfindən tövsiyə olunmur. Bu səbəbdən özünüzü təminə almağınıza fayda var. Tayland tək adamlıq səyahətlər üçün də çox uyğundur. Ölkədə turizm o qədər geniş yayılıb ki, dövlət bu sahəyə uyğun bir sistem qurub. Yəni əmlakınızı və ya canınıza qarşı təhlükə yarada biləcək ciddi risklər demək olar ki, yoxdur. Yoldan keçən polisə turist olduğunuzu bildirsəz, ölkədə sizə məmnuniyyətlə kömək edirlər. Hətta bu ölkə bel çantalı səyyahların ən çox seçdiyi ölkələrdən biridir. Həm qiymət baxımından uyğundur, həm əyləncəli, həm mədəni baxımdan çoxşaxəli təcrübələr təqdim edir. Əgər yolunuz Taylanda düşsə, əmin olun ki, həyatınızda olmadığınız qədər masaj etdirəcəksiniz. Orada o qədər çox masaj salonu var ki, sanki bizdəki kiosklar qədər Taylandda masaj salonu mövcuddur. Bu salonlar adətən Tay masajı adı ilə əsrlər əvvələ gedib çıxan bir üsulla işləyirlər. Deyirlər ki, müştərilərini bədənən, zehnən və ruhi cəhətdən rahatlandırırlar və müalicə edirlər. Bundan əlavə, bədəninizin fərqli hissələrinə yönəlik xüsusi masajlar da edə bilirlər. Orada masaj etdirənlər bildirirlər ki, masajla bağlı bütün fikirləri dəyişib və Tay masajı bu sahədə bənzərsizdir. Bütün bunların üzərinə Taylandın gecə həyatına da toxunaq. Taylandın gecə həyatında çılğın mənzərələrlə qarşılaşa bilərsiniz. Məsələn, oradakı partilərdə bir kişinin təzyiqə və ya tacizə məruz qalmasına şahid ola bilərsiniz. Həmçinin bu partilərdə böyüklərə yönəlik oyunlar da təşkil olunur. Amma mənim sizə tövsiyəm bu məkanlarda çox qalmayın. Əgər gedəcəksinizsə belə bir dəfə baxın və çıxın. Çünki gecə klublarından birində tanış olacağınız bir şəxs həyatınızı alt-üst edə bilər. Sizi sərxoş edib soyğunçuluq edə bilər və ya müxtəlif virusları sizə yoluxdura bilər. Çünki bu ölkədə AIDS çox yüksək səviyyədədir və dünyanın AIDS yükünün böyük bir hissəsi bu ölkəyə düşür. Üzücü olsa da deməliyəm ki, Pattaya kimi şəhərlərin mərkəzlərində uşaq yaşda fahişələrə və mədəniyyətimizlə uyğun olmayan mənzərələrə rast gələ bilərsiniz. Xülasə, Tayland həm yaxşısı ilə, həm də pisi ilə böyük bir ölkədir. Taylanddan əldə edəcəyiniz təcrübənin keyfiyyəti isə tamamilə sizin əlinizdədir. Ya bu ölkənin möhtəşəm təbiəti və mədəniyyətindən özünüzə dəyər qatan gözəl xatirələr yığarsınız, ya da Bangkokun təhlükəli klublarında təhlükəli macəralara atılarsınız. Bəs Azərbaycandan Taylanda necə getmək olar? Taylanda səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas məsələlər uçuş, viza və xərc məsələləridir. Bakıdan Taylandın paytaxtı Bangkoka birbaşa uçuş yoxdur. Adətən İstanbul, Doha, Dubay və Abu Dhabi üzərindən bir və ya iki transferlə uçuşlar getmək mümkündür. Bilet qiyməti mövsümə görə dəyişir. Yay və bayram günlərində artım olsa da, gediş-dönüş orta hesabla 800-1200 Amerika dolları civarındadır. Yaxşı xəbər isə budur ki, Azərbaycan vətəndaşları Taylanda vizasız səyahət edə bilərlər. Maksimum qalma müddəti isə 30 gündür. Əgər daha uzun qalmaq istəyirsinizsə, Bangkokdakı immiqrasiya idarəsində uzadılma üçün müraciət edə bilərsiniz. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.